Şəxsi tikili 3 sot torpaq sahəsində belə bir gözəl bağlı bağçalı əla həyət evi təqdim edəcəm sizlər üçün. Çox gözəl, geniş həyəti var. Yəni Xırdalanda belə evlər çox təsadüf hallarda satışa çıxır. 3 sot torpaq sahəsi, bağ, bağça, gözəl həyət. Həyətinə rahatlıqla 2-3 avtomobil daxil olur. Kürsülü 4 otaqlı həyət evidir. Sənəd paket kupçadır. Baxın, belə bir gözəl, bir daha qeyd edirəm sizlər üçün həyət hissəsi var. Şəxsi tikili əla bir həyət evidir. Xırdalan şəhərində yerləşir 2-ci Milyonerlər məhəlləsi deyilən bir ərazi var. O ərazidə yerləşir. Kombi sisteminə qədər hər biri çəkilib, quraşdırılıb. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Bir daha qeyd edirəm, gözəl bir həyət hissəsi var. Bağlı, bağatlı. Yəni Xırdalanda belə evlər çox təsadüf hallarda satışa çıxır. İndi isə daxil olaq evimizin içərisinə. İlk olaraq bizi qarşılayır geniş bir dəhliz. 4 otaqdan ibarətdir. Kupçalıdır. Torpağın və evin kupçası hazır əldədir. İlk olaraq solda birinci yataq otağı. Qoşa daşla tikilib, bünövrəsi beton karkas. Çox əla, keyfiyyətli bir həyət evidir. Burada yerləşir daha bir yataq otağımız. Bu hissədə mətbəxdir. Gördüyümüz şəkildə mətbəx mebeli ilə quraşdırılıb. Gördüyümüz video təqdimatda olan əşyalar hər biri evdə qalacaq. Mətbəx mebelimiz çox gözəl, keyfiyyətli materialdan yığılıb. Soyuducusuna qədər, paltar yuvanına qədər, sobasına qədər hər biri qiymətə daxildir. İstilik sistemi kombi sistemidir. Kombi və radiatorlar hər biri quraşdırılıb. Əla təklifdir. Yəni Xırdalanda belə geniş, həyətli, bacalı ev çox təsadüf hallarda satışa çıxır. İndi isə keçək qonaq otağımıza baxaq. Belə bir geniş qonaq otağı var. Qoşa daşdır, pəncərələrin qabağı açıqdır. İşıqlı bir evdir. Bu hissədə sanuzelimiz bütün aksesuarlarla təchiz olunub. Və sonda 4-cü otağımızı göstərirəm sizə. Sonuncu və 4-cü otağımız. Bu hissədə də 4-cü otağımız yerləşir. Pəncərələrin qarşısı açıqdır. İşıqlı evdir. Görürsünüz. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTok'dan izləyirsiniz. Əlaqə nömrəmiz 050 521 41 88-dir. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.